Evi gələndə yetim yesir yaddaşıyor. Gedir 50 minlik, 100 minlik, 200 minlik maşın sürür. Həc mövsümü gələndə yetim yesir yada düşür. Nəyə görə sən o maşını sürəndə, o villanı alanda, o obyekti alanda, bu kimi şeylər dünyanı ekskursiya edib gəzəndə yetim yesir yada düşmür. Bu Allah sevgisindən, Allah qəlbi ilə döyünən insan gedib Allah evini ziyarət eləyəndə sənin yetim yesir yadıma düşür. Mənim atam rəhmətə gedib, sən mənim atamın hüzurundan danışırsan. Mənim atam rəhmət edib, qoy mən bilim. Bu bunun bu tərəfi. Yəni Allah Quran-ı Kərimdə deyəndə yeməkdən, içməkdən danışmır. Amma bəli, ümumi cəhətdən israfçılıq etmək olmaz. Birinci israfçılıq qalsa, biz əgər bu günlərin yas məclislərində olan israfçılığı aradan qaldırmaq istəsək, birinci toyda israfçılığı qaldırmalıyıq ki, yası qaldıra bilək. Biz əgər toyda olan milli, mənəvi dəyərləri, bağışlayın üzrüsünə, düzdür, mən toya gedən deyirəm, keçən dəfə verilişdə də demişdim, yenə deyirəm, mən toya heç yadıma gəlmir, nə vaxt getmişəm, belə məclislərə gedən deyirəm, amma ən azından Niyə? Toya getmək pisdir? Yox, milli